adətən korporativ təlimlər alanlar bizdən nələr istəyirlər? İndi onları sadalayacağam. Bəzi kollektivlərdə hərc-mərclik var. Birinin sözü o birinin boğazından keçmir. Müəyyən təmrinlərdən sonra onların arasındakı buzları əritməyə nail oluruq. Əslində çox savadlı, dünya görüşü geniş, lazımlı kadr olan birinin uzun müddət səssizliyi həm rəhbərliyi, həm də həmkarlarını karıxdırır. Bu təlimlərdən sonra həmin şəxslərin, necə deyirlər, üçüncü gözü açılır. Bəzən təlim verdiyimiz şirkətlərdə və ya dövlət qurumlarında İnsan Resursları Departamentinin rəhbərləri etiraf eləyirlər ki, heyf, indiyə qədər necə vacib insanları əldən buraxmışıq. Bax, bu təlimlərdən sonra onların da fikri dəyişir. Kadr seçimində nitq çətinliyi varsa bunu göz ardı eləyirlər. Çünki bilirlər ki, Diksiya Akademiyası bu problemi ortadan qaldıracaq. Beləliklə, biz qürur duyuruq ki, ölkənin öndə gedən dövlət qurumlarına, özəl təşkilatlarına təlimlər veririk. Bu təlimlərdən sonra həm rəhbər şəxsin nitqi, həm kollektiv daxili kommunikasiya, həm müştəriyə və vətəndaşa göstərilən xidmətin səviyyəsi artır. Bizə göstərdiyiniz etimada görə təşəkkür edirik. Unutmayın, indi Azərbaycan dili dəbdədir.